Hər vaxtınız xeyir əzizlərim. Hər birinizi xoş gördük. Yenidən kanalımda və yenidən gözəl materiallarımla hər birinizlə birlikdəyəm. Bu səfər artıq 11-ci, 10-11-ci sinif abituriyentlər üçün məlumatlardır, materiallardır. Bugündən etibarən artıq başlayacağıq. Həm materiallar izah edəcəm, həm test tapşırıqlarına baxacağıq və birlikdə coğrafiyanı öyrənəcəyik, həm kəşf edəcəyik, həm öyrənəcəyik, həm də yüksək nəticə əldə etmiş olacağıq. Coğrafiyanın sahələri, tədqiqat metodları, vəzifələri və inkişaf tarixindən danışacağıq. Coğrafiya ümumiyyətcə bilirik ki, yer haqqında bir təbiət elmidir. Yer haqqında danışılır. Elə coğrafiya sözünün mənası da yeri təsvir edirəm mənasını verir. İki sahəsi var. Əsas şeylərə diqqət etməliyik. Burada önəmli olan əsas şeylərdir. Bu mövzulardan çox da düşmür qəbula. Ancaq o demək deyil ki, bir coğrafiya sözünün mənasını bilmədən, coğrafiyanın sahələrini bilmədən bundan sonraki mövzulara baxmalıyıq, qəbula düşən suallara baxmalıyıq. Düzdür, onları da vurğulayacağım. Hansılar qəbula daha yaxşı, daha çox düşür, hansıları daha yaxşı bilməliyik, onlara diqqət etməliyik. Ancaq bu mövzuları, hansı ki, coğrafiya haqqında məlumatlarımızı ümumilikdə sizlərə çatdırmalıyam. Deməli, coğrafiya, yer, qrafo təsvir edirəm mənasını verir. İki sahəsi var. Fiziki və iqtisadi coğrafiya. Bu sahələr, deməli, hər iki sahənin həm ənənəvi, həm yeni sahələri mövcuddur. Ənənəvi dediyimiz daha qədim və müasir sahələr var. Deməli, burada ənənəvi sahələr hansılardır? Fiziki coğrafiya deyəndə təbiət haqqındadır. Ancaq yer kürəsi haqqında, cansız aləm haqqındadır. Amma iqtisadi coğrafiya desək, biz orada artıq insanla bağlı olan, insanın təsir etdiyi sahələrdən danışacaq. Məsəl üçün, kənd təsərrüfatı, məsəl üçün, sənaye sahəsi. Burada insan əli var, düzdür, insan sayəsində mövcuddur bu sahələr. İndi gəlin baxaq, deməli, yerşünaslıq, daha sonra geomorfologiya, iqlimşünaslıq, hidrologiya, bitki coğrafiyası, torpaq, okeanologiya və kartoqrafiya. Kartoqrafiya bu arada xəritəşünaslıq deməkdir. Bəs yeni sahələr hansılardır? Yeni sahələr deyəndə landşaftşünaslıq və landşaft planlaşdırması. Gördüyünüz kimi sözlərdə belə müasirlik var. Daha müasir sözlər. Landşaftşünaslıq və planlaşdırması, riyazi coğrafiya. Coğrafi informasiya sistemi. Coğrafi informasiya sistemi bu arada həm də, yəni buna CIS də deyirlər qısalmış formada. Həmçinin deməli iqtisadi coğrafiyada da yeni sahə olaraq coğrafi informasiya sistemi mövcuddur. Bir də ekoloji coğrafiya. Amma iqtisadi coğrafiyanın sahələrinə baxsaq, qədim sahələrdən sənaye coğrafiyası, kənd təsərrüfatı, nəqliyyat, sosial və əhali coğrafiyası. Yeni sahələrdən şəhər salma, şəhər planlaşdırması, ərazi planlaşma, tibbi coğrafiya, yenə də CIS, siyasi coğrafiya və rekreasiya coğrafiyası. Rekreasiya turizm deməkdir. Bəzən uşaqlar ekoloji coğrafiya ilə rekreasiyanı qarışdırır. Rekreasiya iqtisadi coğrafiyanın yeni sahəsidir, ekoloji isə fiziki coğrafiyanın yeni sahəsi hesab edilir. Bir də sosial və siyasini də qarışdırılır. İkisi də S olduğu üçün sosial qədim sahədir, siyasi isə yeni sahədir. Bu da insanla bağlı olan sahələrdir. Bunlara diqqət etməliyik. Uşaqlar yerşünaslıq yerin ümumi fiziki qanununa uyğunluqlarını öyrənir. Geomorfologiya deyəndə relyef, morfologiya, geomorfologiya ümumiyyətcə relyef haqqında elmdə yer səthinin relyefini öyrənir. Paleocoğrafiya yerin qədim relyefini öyrənir. Bunlar heç o qədər də önəmlidir. İqlimşünaslıq yer səthinin iqlimini, hidrologiya quru sularını, landşaftşünaslıq landşaftı, torpaq coğrafiyası yer səthində olan torpaqları, biocoğrafiya isə bitki heyvanlar aləmini, ekoloji coğrafiya isə təbii tarazlığın qorunması üçün komponentlərin bir-birinə asılılığını öyrənir. Tibbi coğrafiya bilirik, hər birimiz rekreasiyadır, istirahətdir. Bayaq dediyim kimi, insanların sağlamlığının qorunması da istirahətdir, turizmdir. Əhali coğrafiyası, əhalinin məskunlaşması, təbii şəraitdən asılı olması və s. Urbanizasiya, bunlar o qədər də düşən bir şeylər deyil və əsas məsələyə gələk. Coğrafiyanın tədqiqat metodları deyəndə, deməli, regional var, tematik var. Ümumilikdə coğrafi tədqiqat metodları ənənəvi müasirdir. Ənənəvi metodlar hansılardır? Coğrafi tədqiqat metodlarından desək, kartoqrafik, tarixi müqayisə və çöl ekspedisiya. Bu dördü ənənəvidir, qədim metodlardır. Amma müasir metodlardan riyazi statistik, coğrafi modelləşmə, coğrafi proqnoz, aerokosmik və CIS. Kartoqrafik metod, deməli, coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin, bayaq dediyim kimi, kartoqrafiya, xəritəşünaslıq deməkdir, xəritələrin öyrənilməsi və təhlilinə əsaslanır. Tarixi metod isə tarix sözü varsa burada təbii ki, müəyyən tarixi dövr ərzində baş verən dəyişiklikləri öyrənir. Məsəl üçün, baxın, şəkillərin müqayisəsində də görə bilirik. Müqayisə metodu isə nədir? Obyekt hadisələrin fərqli oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə obyektləri müqayisə edir və onların sayəsində oxşar və fərqli xüsusiyyətlərini təhlil edərək yeni metodlar ortaya çıxarır, yeni nəticələr ortaya çıxarır daha doğrusu. Çöl tədqiqat metodları, çöl tədqiqat deyəndə ərazidə müşahidələr aparılır, məlumatlar toplanılır, təhlil edilir və müəyyən qanuna uyğunluqlar
ortaya çıxarılır. Müqayisə metodu ilə tarixi metodun əsas fərqi, tarixi metodda obyekt hadisələrin müəyyən vaxt dəyişilməsini, müqayisə metodunda sadəcə olaraq iki obyekt arasında oxşar və fərqli xüsusiyyətləri müəyyən edilir. Dərsimizə diqqətli şəkildə qulaq assanız, bir dərsə sadəcə qulaq asmaqla bunu hamısını öyrənmiş olacaqsınız. Çox asan, sadə bir mövzudur. Əsas mövzularımız hələ qarşıdadır. Həm maraqlı mövzulardır, həm də qəbula düşə biləcək suallardır. Coğrafiya elminin vəzifələri. Coğrafiya elmi 5 vəzifəsi var. Deməli, təsvir edir, izah edir, yeni obyektlər layihələşdirir, idarə edir və proqnoz verir. Bu vəzifələri bilmək lazımdır mütləq. Ən azından bir coğrafiyaçı olaraq, coğrafiya elmini öyrənən şagirdlər olaraq bunları bilmək lazımdır. Bunlar o qədər də önəmli deyil uşaqlar. Qədim dövr, baxın burada Falesdən danışaq. Fales yeri nəhəng okeanda üzən ağac parçası adlandırırdı. Deməli, o üfüqün cəhətlərini, sözlərini ilk dəfə işlətmişdi Fales. Aristotel ilk dəfə yerin kürə formasında olduğunu ayın tutulması zamanı sübut eləmişdi. Yəni, ay tutulması zamanı sübut edib ki, yer kürə formasındadır. Ayın üzərindəki yerin kölgəsinə əsasən, bunu mən hər dəfə də uşaqlara deyirəm ki, ən məntiqli tədqiqat elə Aristotelin olubdur. Bəzən deyirlər ki, düz dünyadır, yer düz formadadır, müstəvi formadadır. Amma Aristotelin bu tətbiqinə elə ən azından bu təcrübəsi göstərir ki, bu isbatı göstərir ki, yerin kölgəsi ayın üzərinə dairəvi formada düşür deyə. Bunu yəni sübut edə bilərik ki, həqiqətən yer kürə formasındadır. Eratosfen yerin ölçülərini ilk dəfə hesablamış. Eratosfen yerin atasıdır, anasıdır. Çünki ilk coğrafi sözünü elmə ilk dəfə o gətirmişdi. Coğrafi xəritəsində kitabının müəllifidir. Krates Malowski nə edibdi? İlk qlobusu hazırlamışdı uşaqlar. Hiparx yerin öz oxu və günəş ətrafında fırlanmasını, günəşdən asılı olaraq dəyişməsini söyləmişdi. Strabon və Ptolemey. Strabon coğrafiya kitabında məlum olan ərazilər, həmçinin əsas məsələ Araz və Xəzər dənizi. Araz çayı və Xəzər dənizi haqqında məlumat verib. Ptolemey deməli, yerin ilk dəfə xəritəsini Eratosfen kəşf edibsə, Ptolemey ikinci xəritəni təsvir edib, amma onun xəritəsi ilə Eratosfen xəritəsi fərqli cəhəti o idi ki, o xəritəsində paralel və meridianlardan ilk dəfə istifadə etmişdi və coğrafiya kitabını yazmışdı. Yəni, koordinatlar müəyyən edibdi bu insan. Kiçik bir şey deyil, əslinə qalsa. Belə, burada əsas nəyi öyrənəcək biz uşaqlar? Orta əsrlər. Orta əsrlər Əlbiruni şərqdə ilk qlobusu hazırlamışdı. Nəsrəddin Tusi Marağa rəsədxanasında hesablamalar aparmışdı. Bunu mütləq bilməliyik. Yerin günəş ətrafında dövr etdiyin nəzər cəhətdən əsaslandırmış və ölçülərini müəyyən etmişdi. Kərməddin Səlmasi yer iqliminin müxtəlifliyini əks etdirən qlobus hazırlamışdı. Marağa rəsədxanasında Nəsrəddin Tusi ilə birgə işləmişdi. Marco Polo böyük İpək yolu ölkələr arasında ticarət əlaqələrinin həyata keçirilməsində böyük əhəmiyyətə malik idi. Kopernik nə idi? Kopernik mütləq bilmək lazımdır. Yerin və digər planetlərin günəş ətrafında fırlanmasına əsasən heliosentrik sistem nəzəriyyəsini həyata sürmüşdü. Və Piri Reis Atlantik okeanının deməli, nə eləmişdi? Afrika sahillərini üzmüş, Atlantik okeanının Afrika sahillərində üzmüş, Atlantik okean xəritəsini təsvir etmişdi. Ən əsas coğrafiya elmində ən birinci, belə deyək də, yadda saxlanmalı olan məlumatlar məhz böyük coğrafi kəşflər dövrünə aiddir. Ona görə də elə adı böyük coğrafi kəşflər dövrü adlandırılır. Martin Behaim ilk dəfə 1492-ci il Martin Behaim qlobusu hazırlamışdı və yer alması adlandırmışdı. Kristofor Kolumb Amerika qitəsini kəşf etmişdi. Kristofor Kolumb əslində qalsa Hindistana dəniz yolunu kəşf etmək istəyib, amma qərb istiqamətli üzərək orada Hindistanı kəşf edəcəyini zənn eləyərək gedib Amerika qitəsini kəşf etmişdi. Bilmədən də ona görə də West Hind adaları adlandırır həmin ərazilər. Vasco da Gama Hindistana dəniz yolunu nəhayət ki kəşf eləmişdir. Fernand Magellan ilk dünya səyahət edib yerin kürə formasında və okeanların birbirine əlaqəli olduğunu, yəni vahid dünya okeanı olduğunu sübut eləmişdi. Hindistana qərbdən dəniz yolu tapmaq üçün getdi. Yəni məqsədi Hindistanı, onun da məqsədi Hindistana dəniz yolunu kəşf etmək idi, ancaq ilk dünya səyahətini etdi özü də bilmədən. Baxmayaraq ki, özü Filippin adalarında öldürülmüşdü, ancaq səyahəti davam etdirmişdi və nəhayət çıxdığı yerdən həmin nöqtəyə qədər gəlib çatmışdı İspaniyadan və İspaniyaya yenidən eləməz Juan Elcano gəminin kapitanı Magellanın səyahətini başa çatdırmışdı. Mercator ilk atlas tərtib etmişdi. Atlas dediyimiz şey uşaqlar xəritələr toplusudur. Biz hər birimiz atlasdan istifadə edirik zaten. O atlası da yaradan ilk dəfə Mercator olmuşdu. Yanson və Tasman. İlk dəfə Avstraliya sahillərinə çatıb Yanson
Tasman isə Yeni Zelandiya və Tasman adalarını kəşf edib. Uşaqlar Avstraliya sahillərinə çatıb və Avstraliyanın ada olduğunu təsvir edibdi Yanson. Ancaq Tasman, Yeni Zelandiya və Tasman adalarını kəşf eləmişdi. Avstraliyanın sərbəst materik olduğunu isə kəşf edib James Cook. Bu da müasir dövrdə. Gəlin indi buna baxaq. Yeni dövrdə nədir bəs? Yeni dövrdə Dejnev Avrasiyanın ucqar şərq nöqtəsinə, ümumiyyətlə Avrasiyanın ucqar şərq nöqtəsi zaten adı Dejnevdir, onun adına adlandırılmışdı. James Cook əsas məsələ. James Cook 3 dəfə dünya səyahət edib. Avstraliyanın müstəqil materik olduğunu sübut edib. Və Yeni Zelandiyanın 2 müstəqil adadan ibarət olduğunu və Havay adalarını da kəşf eləmişdi. Yeni Zelandiyanın 2 adası var, Şimal və Cənub adası. Onların ortasında Cook boğazı var, onun adına adlandırılmışdı. Bering, yəni Avrasiya və Şimali Amerikanı ayıran boğazı kəşf eləmişdi, Bering boğazını. Humboldt Ant dağlarını, Amazon və Orinoco çaylarını, Cotopaxi, Çombros və Meksikanın digər vulkanlarını, Mərkəzi Amerika adalarını tətbiq etmişdi. Kant Laplace Günəş sisteminin yaranması haqqında ilk fərziyələr irəli sürmüşdü. Bellingshausen və Lazarev Antarktida qitəsini kəşf etmişlər. Ross, deməli John Ross və James Ross əmibal adlı bunlar. Yerin şimal və cənub maqnit qütblərini müəyyən etmişdi. Aleksandrov Bazar düzü zirvəsini 2 dəfə fəth etmişdi. Bunlar sizə lazım deyil o qədər də. Robert Piri şimal qütbünü fəth eləyibdi. Amundsen və Scott isə cənub qütbünü fəth etmişdi. Wegener materiklərin Dreyfi nəzəriyyəsini irəli sürmüşdü. Wegener nəzəriyyəsini keçəcək. Belə uşaqlar. Bu da Azərbaycanda coğrafi elminin inkişafı Nəsrəddin Tusi Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmışdı. Yerin fırlanma və ölçülərini müəyyən etmiş, coğrafi koordinatları müəyyən etmişdir. Yəni bunları mütləq bilməliyik, ən azından özümüz üçün. Ölkəmizə məxsus tədqiqatlardır, özümüzünkilərdir. Bunları mütləq bilməliyik. Əbdürrəşid Bakövinin deməli, baxaq görək hansı gördüyü işlər var. Deməli, burada coğrafiyaşünas, iqlimşünas və kosmoqraf kim olmuşdu? Əbdürrəşid Saleh İbn Nuri Əl-Bakövi 14-cü əsrin ikinci yarısında deməli, Bakıda doğulmuş və dövrünün yüksək təhsil görmüş adamlarından idi atası. Bakıvi haqqında tərcümeyi səciyyəli məlumatlar demək olar ki, qalmayıb. Bir sıra əsərlər yazıb, ancaq bizim zamanəmizə gəlməyibdir. Əlyazma Parisdə Milli Kitabxanada saxlanılır. Azərbaycanın məşhur səyyahlarından biri 18-ci əsrin sonu, 19-cu əsrdə yaşamış Hacı Zeynalabdin Şirvani. Bunu hər birimiz tanıyırıq. Ömrünün 40 ilini səyahətə sərf eləmişdi bu insan. Və Mərkəzi Asiyada, Hindistanda, İndoneziyada, Ərəbistanda, Efiopiyada, Şimali Afrika və Kanar adalarında olmuşdu. Abbasqulu Ağa Bakıxanov isə 3 əsəri ilə məşhurdur. Qərbə kəşflər, kainatın sirləri, bir də Gülüstan-ı İrəm. Gülüstan-ı İrəmdə Azərbaycan tarixi haqqındadır. Qərbə kəşflərdə Kolumbun Amerika kəşf etməsi və kainatın sirləri isə burada artıq kainatın heliosentrik sistem, bayaq dediyimiz Kopernik nəzəriyyəsi sistemini bir əsər kimi formalaşdırılmışdı və Həsən bəy Zərdabi Azərbaycan təbiəti haqqında zəngin məlumatlar vermişdi. Qafur Rəşad Mirzəzadə Ümumi coğrafiya və Qafqaz coğrafiyası kitablarının müəllifidir. Bəs Məmməd Həsən Baharlı kimdir? Baharlı 1896-cı ildə Şuşada dünyaya gəlibdir və onun coğrafiya kitabı qadağan olunmuşdu. Gizli sürətdə Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdu bu arada. Bəli. Ona görə də məhz bu yəni qadağan olmuşdu, kitabı qadağan olunmuşdu. Azərbaycan relyefi haqqında Budaqov Müseybov. Bu arada Müseybov bizim dekanımız olmuşdu Bakı dövlətdə. Allah hər birinə rəhmət eləsin. Hidrologiya haqqında, Azərbaycan çayları haqqında Salih Rüstəmov, Fərdə İmanov, Xəzər dənizi haqqında Qasım Gül, torpaq örtüyü haqqında, Azərbaycan torpaq örtüyü haqqında Həsən Əliyev və Məmməd Salayev məlumat vermişdi. İqlimi Əli Abbas Mədədzadə və Şıxlinski. Həmişə Şıxlinski Mədədzadə deyirəm. İqlimi Şıxlinski Mədədzadə soyadları ilə yadınızda saxlayın. Torpaq örtüyü Əliyev Salayev, Xəzər dənizi haqqında Qasım Gül, hidrologiya haqqında isə Rüstəmov. Bunlar da artıq önəmli deyil. Dərsimizi burada yekunlaşdırırıq. Bundan sonraki dərsimiz çox maraqlıdır. Məsələlərə keçəcəyik. Bundan sonra həqiqətən coğrafiyanın ən önəmli sahələri başlayır, ən önəmli dərsləri başlayır. Bu dərsimizi mən keçməliyəm, mövzu olaraq var. Ancaq qəbula düşmədiyi üçün qısa formada sizlərlə bölüşmüş oldum. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.